Burada əyləşən şəhid balalarımızın valideynlərini, yoldaşlarını salamlayıram mən. Mənim üçün doğrudan da çox ağırdır bugün bu məclisdə iştirak eləmək, çıxış eləmək. Mən ilk öncə eşidəndə çox pis oldum. Yeganə xanım məni axtarıb, tapıb və mənə dedi ki, bu məclisdə iştirak eləmək istəyirik ki, iştirak eləyəsiniz. Məmnuniyyətlə mən razı oldum. Mən çox gəldikcə çox fikirləşdirdim. Mən necə gedim o məclisə, necə bu valideynlərin, bax bu şəhid balalarımızın valideynlərinin qarşısına çıxıram, onların qarşısında mən necə çıxış edeyim? Mən doğrudan da çox ağırdır. Mən neçə gündə onu ancaq fikirləşə gəlmişəm. Deyirsiniz xatirələr, yeganə çox gözəl danışdı. Siz Arzu xanım çox gözəl çıxış elədiniz. Ofeliya xanım çox gözəl çıxış elədi. Mən sizin kimi şəhid balalarımızın valideynlərinin qarşısında çıxış eləmək mənim üçün çox ağırdır. Və hər birinizin qarşısında mən baş əyirəm ki, belə övladlar böyütmüsünüz. Torpaq uğrunda, vətən uğrunda şəhid olublar. Onlar siz dediyiniz kimi, onlar şəhid olsalar da həmişə bizim qəlbimizdə yaşayırlar. Dönə-dönə biz sinifdə uşaqlara biz bunu təbliğ etmişik, danışmışıq. Amma bugün mənim üçün doğrudan da çox ağırdır. Əliyə mən dərs deyən zaman ibtidai sinif müəlliməsi olmuşam və indi mənim 67 yaşım var, Əlinin də 50 yaşı. Mən o zaman 24 yaşında gənc bir müəllimə olmuşam. Və anası da bizim iş yoldaşımız oldu. Çox mədəni, çox qayğıkeş bir, zəhmətkeş qadın oldu bizim bu bacımız. Yoldaşı da Allah qəni-qəni rəhmət eləsin Əlinin atasına, mədəni, tərbiyəli, bu ailədə bu Əli tərbiyə alır. Nümunəli ailədən tərbiyə alır. Mən nə deyim, mənim üçün cılız, qaraşın, arıq bir uşaq idi Əli. O zaman görün neçə ildir keçirdi. Bəlkə də bilsəydim belə bir şey olur, bilmirdik yaxı belə bir zaman gələcək, belə bir şey olacaq. Xatirələrimiz çox olardı. Necə ki, valideynlər onun xatirələri ilə yaşayır. Mənim də xatirəmdə ancaq bu cür qalıb Əli. Allah canınızı sağ olsun. Ancaq bu cür qalıbdır. Nə deyim vallahi mən sizə, sizin o yaralı qəlbinizə, sizin o sönük qəlbinizə, yaralı ürəyinizə mən qurban olum. Valla söz tapıb daha deyə bilmirəm. Baxıb deyib gülsəniz də, danışsanız da, yenə sizin o yaranız var. Biz heç nə qədər xoş söz desək, nə qədər sizə təsəlli versək də, sizə mərhəm ola bilməliyik, ürəyinizə mərhəm ola bilməliyik. Sizlə bərabər bu şəhidlər gəldikcə biz də o hissləri yaşamışıq, pis olmuşuq. Bizim də şagirdlərimiz olub burada, bizim də qardaşlarımız olub burada, evlilərimiz olub burada, nə deyim valla. Mənə çox xoş oldu bu günləri, sizlə bir yerdə oturmaq, sizin məclisdə iştirak eləmək. Sevinsəm də, həm sevinirəm, həm kədərlənirəm. Kaş olardı ki, Əlinin bugün biz həqiqətən də 50 illə özü burada ola biz yığışardıq. Onun Mövlud günü mübarək olsun deyirəm. Allah anasına, bacısına, qardaşına, qohum ələbələrinə dönə-dönə səbir deyirəm. İnşallah Allahın elə bir möcüzəsi olsun ki, xəbər gəlsin ki, Əlidən xoş xəbər gəlsin, ananın, bacının gözü çəkilsin o yollarına. Bəli, biz də göz aydınlığa gələk ki, onun ziyarət bir yeri olsun, biz də ziyarət edək. İnşallah. Çox sağ olun. Siz sağ olun, müəllimə, amma sizin sözünüzə bir qüvvət vermək istəyirəm. Biz ümumilikdə hər birimiz anlayırıq ki, vətən sevgisi orta məktəbdən başlayır. Məhz siz müəllimələr bizlərə öyrətmişsiniz o sevgini. Siz bugün o qədər fəxr olması bir insanlarsınız ki, o gün oğulları böyüdüb, yetişdirib bu vətənə töhfə vermişsiniz. Əgər sizin öyrətdiyiniz o vətənpərvərlik olmasaydı, bugün o cür qəhrəmanlar, Azərbaycanın milli qəhrəmanları, generalları yetişməzdi. Və hər bir əskər, hər bir şəhid bizim üçün generaldır. Bunu heç zaman unutmayaq. Və biz orta məktəbdə oxuyanda heç birimiz bilmirdik ki, hansısa bir qəhrəman olacaq. Mən özümdən yox, şəhidlərdən danışıram. Bəli, onlar 20 yanvar faciələrinin şahidləri oldular.
və o dövrdə qisas almaq üçün kimliyindən asılı olmayaraq, əli silah tuta bilən, bilməyən, orta məktəbdə oxuyan, bitirib universitetə, ali məktəblərə qəbul olan və universitetləri yarım qoyub gedib igid qəhrəman oğullarımız var. Biz bilmirdik ki, o qəhrəmanlar bugün Azərbaycan xalqının dəyərliləri olacaqlar. Bax, bu vətənpərvərliyə görə mən sizlərə təşəkkür edirəm. Çünki 20 yanvar faciəsinin şahidləri olan biz gənclər, bizim şəxsən özüm haqqında deyim, ilk dəfə əlimə mikrofon alıb o səhnədə Anadır arzulara Qarabağ oxumuşam. Və onda biz 20 yanvar tədbirlərini yavaş-yavaş həyata keçirməyə başladıq və məhz o gündən biz vətənpərvər böyüdük, vətəni sevdik və oğlanlı qızı hər birimiz vətən xilasına getməyə hazır idik. Mən buna görə sizlərə təşəkkür edirəm. Müəllimə, buyurun, sizin də yəqin sözünüz var. Buraya yığışan hər bir kəsi mən salamlayıram. Çox sağ olun ki, Ana xanım bacının ətrafındasınız. Çox hörmətli Ana xanım bacı. Sağ olun ki, halal çörəyinizlə, halal zəhmətinizlə belə bir övladlar böyütmüşsünüz. Biz 4 nömrəli məktəbin kollektivi olaraq fəxr edirik əlinlə. Şagirdlərdən soruşanda ki, 17-də hansı məktəbdə oxuyursan? Deyirlər ki, Əli oxuyur. Əlinin məktəbində oxuyur. Başını uzatıb ana, oğlun qəhrəman olur. Yeganə, belə dayanma qızım, sən qəhrəman bacısısan. Çox sağ olun. Bağışlayın ki, müəllimlərin çoxuna xəbər vermədik. Dedik bəlkə elə bir